ABŞ-ın UNO sənədlərinin açıqlanması planı barədə qısa xülasəmizdir. Təsəvvür edirsiniz, ABŞ prezidenti Donald Trump Truth Social şəbəkəsində elan edib ki, yad planetlilər və UNO-lar barədə illərdir gizli saxlanılan o məşhur hökumət sənədləri nəhayət ictimailəşdiriləcək. Yaxşı, gəlin əsas məqamlara keçək. Birinci, Trump Müdafiə Nazirinə və bütün əlaqədar agentliklərə bu sənədlərin dərhal axtarılıb tapılması və dərc edilməsi prosesinə başlamaq üçün qəti göstəriş verəcək. İkinci, yayımlanacaq materialların əhatə dairəsi həqiqətən çox geniş olacaq, belə ki, bura yad planetli və yerdən kənar həyat, naməlum anomaliyalar, uçan obyektlər və bu sirli mövzuya aid ağlınıza gələ biləcək digər bütün hökumət arxivləri daxil ediləcək. Nəhayət, bu qərarın arxasında duran əsas səbəb cəmiyyətdəki o bitib tükənməyən nəhəng maraqdır və elə Trump özü də bu mövzunu çox mürəkkəb, lakin son dərəcə maraqlı və vacib adlandırıb. Yəni, bir sözlə, ABŞ hökuməti ictimaiyyətin bu böyük marağına cavab olaraq çox yaxın gələcəkdə yerdən kənar həyat və naməlum obyektlərlə bağlı qapalı sənədləri nəhayət gün üzünə çıxaracaq.